Salam, mən Turan, Olimpiyada riyaziyyatı üzrə müəllim. Bugün tipik bir olimpiada sualının məntiqini araşdıracağıq. Diqqətlə izləyin, çünki bu tip suallar çoxlarının yanıldığı nöqtələrdəndir. Gəlin, vaxt itirmədən keçək sualımıza. Gördüyünüz kimi, uşaqlar, ümumiyyətlə bu sual Ulusal Antalya Matematika Olimpiyatlarından düşən sual nümunələrindən biridir. Suala keçməzdən əvvəl onu vurğulamaq istərdim ki, şəklə diqqətlə baxsaq, bu şəkil bizə hardansa tanış gəlir. Haradan? Güvən nəşrlərinin C1 tipli suallar və hündürlüklə əlaqədar test tapşırıqları var. C1 tipli test tapşırıqlarında bu tip suallarla qarşılaşmışdıq. Bizə nəyi istəyirdi? Burada biz bildiyimiz kimi suzağın tərəflərinə perpendikulyar endirilən parçaların cəmi bizim böyük hündürlüyümüzə bərabər idi. Gəlin vaxt itirmədən suala keçid edək. Kənarları AB bərabər 5, BC bərabər 6 və CA bərabər 7 olan bir ABC üçgənin içində bir P nöqtəsi alınıyor. Və P nöqtəsi üçgəninin BC, CA və AB kənarları sırasıyla PD, PY və PF dikmələri çizilir. Buna görə BC PD-yə nisbəti, CA-nın P-yə nisbəti, AB-nin PF-yə nisbətləri cəminin dəyərinin ən kiçik dəyəri kaçdır. Uşaqlar, burada ümumiyyətlə az öncə vurğuladığım kimi hündürlük əlamətlərindən istifadə olunacaq. Hündürlük əlamətlərindən istifadə olunarsa, biz bu bərabərsizliyə uyğun gedişat təyin edəcəyik. Necə? Bu bərabərsizliyə biz adlandırmışdıq Cauchy-Schwarz bərabərsizliyi. Cauchy-Schwarz bərabərsizliyi bizə üçbucağın tərəflərinə perpendikulyar endirilən parçaların həmin tərəfə olan nisbətlərinin cəmindən gəlirdi. Yadınızdadırsa bu Cauchy-Schwarz Olimpiyada tipli suallarda orta məktəbdə o qədər də qarşılanmır. Deyərdim ki, ümumiyyətlə qarşılanmır. Amma Olimpiyada tipli suallarda Cauchy-Schwarz əlaməti analitik həndəsədə, ali riyaziyyatda da qarşılaşdığımız sual nümunələrindən biridir. Gəlin vaxt itirmədən keçək suzağın sahəsini tapmağa. Suzağın sahəsi bizə tərəfləri verdiyi üçün elə ən qısa Heron düsturunu tətbiq edərək tapacağıq. Heron düsturu bilir ki, yarım perimetr olaraq tərəfləri 5, 6, 7 isə yarım perimetrimiz 9-a bərabərdir. Mən də birbaşa qeyd edirəm. 9 vurulsun 9 minus 5, 4, 9 minus 6, 3, vurulsun 9 minus 7, 2. Bizim sahəmiz nəyə bərabər olacaq? 6 kökün altında 6-ya bərabər olmuş olacaqdır. Bundan əlavə olaraq biz parçaların tərəflərə perpendikulyar endirilməsindən həmin sahəyə də tapmaq mümkündür. Həmin gedişatla da sahəni tapmaq mümkündür. Bura qeyd eləsəm, tərəfləri ümumiyyətlə BC tərəfinin PD-yə üstə gəlinsin. Bunları modulda qeyd eləyək ki, bilirik ki, məsafə modulda qeyd olunur. Modulda CA vurulsun PY üzərinə gəlinsin. AB tərəfindən söhbət gedirsə, AB-yə də endirilən nə edir? F P parçası. Bu bizim eyni zamanda yenidən üçbucağımızın sahəsini vermiş olacaq. Bu üçbucağın sahəsi ikisi də yenə SABC üçbucağından söhbət getmiş olur. Uşaqlar, qayıdıram yenə həmin mövzuya. Burada bir nisbətlər verib və bu nisbətə bir A ifadəsi deyə bilərəm. Bir A ifadəsi deyirəm bu nisbətə. Biz Cauchy-Schwarz əlamətinə uyğun olaraq bilirdik ki, üçbucağın tərəfləri cəminin kvadratı kiçikdir, bərabərdir. Onlara perpendikulyar endirilən parçaların cəminin hasilini nə sahəsinin 2 nisbinə qeyd edirəm. Əgər qeyd etsəm ki, tərəflərin BC üstə gəlinsin CA, üstə gəlinsin AB tərəflərinin cəm kvadratı, Cauchy-Schwarz əlamətini qeyd edirik. Kiçikdir, bərabərdir. Nədən? Həmin A adlandırdığımız nisbətlər cəmin A vurulsun nəyə? Sahənin 2 misinə, 2 S-ə bərabər olmuş olur. Buradan da uşaqlar BC, CA və AB parçalarının tərəflərini uyğun olaraq bilirik ki, nədir? 5, 7, 6. Bu da bizə 18-i verir və 18-in kvadratı kiçikdir, bərabərdir. A vurulsun 2S-ə. Buradan da 18-in kvadratının bərabərsizliyi əldə etməyə çalışırıq. Bölürük 2S-ə. Kiçikdir, bərabərdir nədən? A-dan. Bizə də nəyi soruşurdu zaten?
həmin A dəyərinin ən kiçik dəyəri kaçdır olduğunu soruşur. Demək ki, sahəmizi də biz bilirdik nədir? 6 kök altda 6-dır. O zaman qeyd edirik ki, A böyükdür, bərabərdir 18-in kvadratı bölünsün 2 vurulsun nəyə? 6 kökün altında 6-ya. A böyükdür, bərabər olacaq avtomatik nədən? 9 bölünsün 2 kökün altında 6 ifadəsinə bərabər olmuş olacaq. Buradan da uşaqlar bu ifadəni tapmış oluruq nədir? A-nın ən kiçik dəyəri 9 kök altda 6 bölünsün 2 qiymətini almış olur və bizim doğru variantımız sualdan necə alınır? B variantı alınmış olur. Bu tip sual nümunələrin digər test tapşırıqlarında da əldə etmək mümkündür. Bugünlük bu qədər. Gələn dəfə hansı sualın izahını istəyirsinizsə çəkib göndərə bilərsiniz ki, müəllim bu tip sualların da izahını verməyinizi istəyirik. Oldu, sağ olun.